Değerli izleyiciler, hər birinizi salamlayıram. Mən biologiya müəllimi Ümid Məmmədov. Hər zaman olduğu kimi bugün də sizinlə sınaq izahı paylaşmaq istəyirəm. Deməli, bugün, yəni ayın 17-si, 17 may 2026-cı ildə keçirilən OTK sınağı 11-ci siniflər üçün olan sualları bu videoda izah etmək istəyirəm. Sualları sizinlə bir yerdə müzakirə edərək cavablarını tapmağa çalışacağıq. Əgər hansısa sualın izahında və yaxud cavabında yanlışlığa yol versək, əvvəlcədən üzrxahlığımı bildirirəm. İnşallah elə bir yanlışlıq əgər olsa çalışacağım ki, rəy yerində qeyd edim ki, izləyicilərimiz çaşbaş qalmasınlar. Keçid alırıq suallarımıza. Suallarımıza keçməzdən əvvəl sizlərdən xahişim odur ki, əgər kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olasınız, həmçinin də videomuzu bəyənib tanışlarınızla, dostlarınızla paylaşasınız ki, videomuzu daha çox izləyicilər izləyə bilsinlər. Və ilk sualımızla başlayırıq. Deməli, ilk sualımız badımcan çiçəklərə aid olan hər hansı bir xüsusiyyəti bizdən istəyir. A bəndi əksəriyyəti küləklə çarpaz tozlanır. Yəni bildiyimiz qədər badımcan çiçəklərdə həm çarpaz, həm də öz-özünə tozlanan bitkilər var. Gövdə və yarpaqlarında ifrazı toxunmasına rast gəlinir. Yəni səhv etmirəmsə, bunlarda alkaloidlər adlanan dəyərli maddələr həm gövdə və həm də yarpaqlarda hazırlanır. Yəni düşünürəm ki, cavab ola bilər. Çiçəklərində bitişmiş ləçəklər qayıcıq adlanır. Xeyr, bu paxlallar fəsləsinə aid olan fikirdir. Əksər nümayəndələri ağac şəkillidir. Xeyr, əsasən kor şəkillidir. Yəni bəzən ot şəkilli də ola bilər. Əsasən ot şəkillidir, yəni bəzən kor şəkilli də ola bilər. Çiçəyində struktur elementlərin sayı 16-dır. Yəni bu ola bilər ki, bəzən abituriyentlərimizdə çaşqınlıq yaratsın. Burada çiçəyində struktur elementlərin sayı deyir 16-dır. Yəni düşünürəm ki, burada təkcə bir çiçək düsturunu yox, həmçinin oradakı çiçək yatağı və çiçək saplağını da nəzərə almalıyıq. Ona görə struktur elementlərin sayı 16 yox, 18 olacaq. O cəhətdən düşünürəm ki, sualımızın doğru cavabı B variantı olacaq. Birinci sualımız B variantı. İkinci sualımız insanda gözün köməkçi aparatının qüsurudur və yaxud xəstəliyidir. Toy korluğu vitamin çatışmazlığından, A vitamini çatışmazlığından və yaxud çöpçüklərin fəaliyyətinin pozulmasına yaranır. Bu, köməkçi aparatla bağlı deyil. Kəpgözlülük gözü göz yuvasına birləşdirən əzələrin fəaliyyətinin pozulması səbəbindən yaranır və onlar da köməkçi aparata aiddir. Ona görə B variantı olacaq ikinci sualımızın doğru cavabı. Üçüncü sualımız bir hüceyrələr yarım aləminə aid deyil. Tripanosom aiddir, foraminifer aiddir, leishmania aiddir, actinia bağırsaq boşluqlar tipinə aiddir. Ona görə D variantı olacaq doğru cavabımız. Dördüncü sualımız kök pöhrəsi. Yəni bu sualla, yəni kök pöhrəsi ilə bağlı olan suallara biz dim toplusunda da rast gəlmişik. Kök çiliyidir, xeyir. Üzərində yan köklər inkişaf edə bilər. Əvvəlcə deyim ki, pöhrə ümumiyyətlə yeni çıxan zoğa deyilir. Kök pöhrəsi, yəni kökdən inkişaf edən zoğ. Ona görə burada üzərində yan kök inkişaf edə bilməz, çünki bu zoğdur. Təpə tumurcuğundan inkişaf edir, xeyr. Kökdən inkişaf edən olduğuna görə kökdə olan əlavə tumurcuğundan inkişaf edər. Ona görə düşünürəm ki, burada D variantı olacaq. Kökün əlavə tumurcuğundan inkişaf edir. Davam edirik 5-ci sualımızla. 5-ci sualımızda Euler-Venn diaqramında ilan və tısbağa ilə bağlı fikirlərin hansına aid olduğunu müəyyən edəcəyik. Suda və quruda yaşayan nümayəndələri var. Hər iki heyvan cinsinin həm suda, həm də quruda yaşayan nümayəndələri var. Ona görə 1-i 3-ə yazarıq. Çənələrində dişlər olmur. Bu tısbağalara aid olan fikirdir. Göz qapaqları qovuşmuş və şəffaflaşmışdır. Bu ilana aiddir. Çənələri elastik bağlara malikdir. Bu ilanlara aiddir. Çanağa malikdir. Bu tısbağalara aiddir. Ürəyi 3 kameralıdır hər ikisində. Yəni 1-ə aiddir 3-4, 2-yə aiddir 2-5, 3-ə aiddir 1-6. Y variantı olur sualımızın doğru cavabı. İnsan skeletində ətrafların neçə sümüyü bilavasitə gövdə sümüklərinə birləşir. Yəni ətraflardan
Çanaq sümükləri gövdə sümüklərindən birləşir, yəni o maya. Bu 2 ədəddir, 2 ədəd çanaq və yuxarı ətrafdan gövdəyə birləşən, yəni körpücük sümüklərdir ki, döş sümüyünə birləşir. Onlar da 2 ədəddir. 2 + 2 bərabərdir 4. Bu sualımızda da sualımızın doğru cavabı Y variantı olacaq. Devam edirik 7-ci sualımızla. İnsan orqanizmində böyrək ləyənlərinin sayı. Böyrək ləyəni bir böyrəkdə 1 ədəd olur. 2 böyrəyimiz olduğuna görə A bərabərdir 2. X sayı A olsun, yəni 2 olsun. Yəni hansının sayı 2-dirsə, biz onu doğru olaraq götürərik. Böyrək arteriyaları düşünürəm ki 2-dir. Yəni çünki hər böyrəyə bir ədəd böyrək arteriyası gələr. Bunu hələlik götürmək istəyirəm. Böyrək venaları bunlar da 2 ola bilər. Amma sonradan ehtiyac olsa variantımızı dəyişərik. Böyrək piramidləri çoxdur. Yəni 3 olan variantları ümumiyyətlə çıxdaş edirik. Sidik toplayıcı kanal bunlar da çoxdur. Düzdür, nefronlardan sayı azdır, amma ümumilikdə 2 ədəd deyil. Yəni 4 olanları da silsək, yəni burada qalır 1, 2, 5. 5 sidik axarları 2 ədəddir. Yəni doğru cavabımız D variantı olaraq götürülməlidir. Hansı məməlilərin torpaq üzərində, ağacda, torpaqda yaşayan və həm də yarım su həyat tərzi keçirən növləri var? Yəni bu sualımız məməlilərin ekoloji qrupları ilə bağlıdır. Yəni düşünsək, dovşan kimilər məncə suda yaşayan nümayəndələri yoxdur. Yəni yarım su həyat tərzi keçirən balina kimilər quruya çıxmırlar. Təkdırnaqlar deyil, yəni kürək ayaqlar da olmaz. Gəmiricilər olar, demək olar ki, yəni əksər ekoloji qruplarda gəmiricilərin nümayəndələri qeyd olunur. Ona görə Y variantı doğru cavabdır. Glukoza glikogen prosesini tənzimləyən, yəni glukozanı glikogenə çevirəndirsə, bu glukozanın miqdarının azalması insulinin funksiyasıdır. İnsulinin tərkibində, yəni onun struktur, belə deyək, elementi, quruluşuna daxil olan element sinkdir. A variantı olacaq doğru cavabımız. Devam edirik 10-cu sualımızla. Meteorin tərəfindən sarı belflərlə Kitaykanın çarpazlaşdırılmasından alınan bitkiləri, meyvələri əvvəlcə turş oldu. Bu əlaməti aradan qaldırmaq üçün, yəni mentor üsulu və yaxud hibridlərin tərbiyələndirilməsi üsulundan istifadə etmişdir. Variantlara baxaq. Hibridlərin çətirinə sarı belflərdən götürülmüş qələmlər calaq edildi. Düşünürəm ki, bu ola bilər. Hibridlərdən götürülmüş qələmlər Kitaykanın çətirinə calaq edildi. Bu deyil. Hibridlərin çətirinə Kitaykadan götürülmüş. Xeyr, çünki Kitayka özü ciridir. Hibridlərdən götürülmüş qələmlər sarı belflərin çətirindən calaq edildi. Xeyr. Hibridlərin genotipi dəyişdirilərək sarı belflərin əlamətlərinin dominantlığına nail olundu. Xeyr. Cavab A variantı olacaq. Yəni, hibridlərin çətirindən sarı belflərdən götürülmüş qələmlər calaq edildi. Yəni, meyvənin dadı, məhsuldarlıq belflərə oxşar oldu, amma dözümlülük, yəni hər ikisinin xüsusiyyətini daşıdı. Bakteriyaların başlanğıc sayı 5-dir. Bölünməyə sərf olunan zaman 110 dəqiqədir. Bölünmə nəticəsində əmələ gələn bakteriyaların sayı 160-dır. Bunun üçün biz nə etməliyik? Yəni, düşünürəm ki, əvvəlki illərin abituriyent jurnalına qeyd olunan model tipli suallarda buna bənzər sual olub. Yəni, biz bilirik, əksər suallarda biz bakteriyaların bölünməsini 20 dəqiqədən və yaxud 30 dəqiqədən bir götürürük. Amma bəzən yəni 20-30 arasında da ola bilir. Yəni bunun üçün 5-dən başlayaraq 160-a qədər bakteriyaların çoxalmasını göstərəcəm. 5-dən 10, 10-dan 20, 20-dən 40, 40-dan 80, 80-dən 160. Deməli, burada neçə dəfə bölünmə prosesi gedib? 1, 2, 3, 4 və 5. Hər birinə bərabər sayda vaxt sərf olunubsa, deməli biz 110-u bölməliyik 5-ə. Bu da bərabər eləyəcək 22. 22 dəqiqədən bir bölünmə baş vermişdir. Doğru cavabımız bu sualda olacaq. B variantı. Davam edirik 12-ci sualımızla. İnsan ödü haqqında hansı ifadə doğru deyil? Tərkibində eritrositlərin parçalanma məhsulları daxildir. Düşünürəm ki, bu doğrudur. Çünki qaraciyər, belə deyək ki, eritrositləri
parçalanma məhsullarını xaric edir. Bu da nə vasitəsilə xaric edər? Bağırsağa ötürərək xaric edər və qaraciyərdən bağırsağa gələn öd axarlarıdır. Düşünürəm ki, A variantı doğru fikirdir. Qaraciyərdən nazik bağırsağa axır, bu da doğrudur. Öd kisəsindən nazik bağırsağa axır, bu da doğrudur. Bağırsağın hərəkətini sürətləndirir, düşünürəm bu da doğrudur. Yağların kimyəvi həzmini həyata keçirir, xeyr. Mexaniki həzmini həyata keçirir və kimyəvi həzmdə də fermentlərin fəallaşmasını təmin edir. Yəni birbaşa iştirak etmir. Y variantı olacaq doğru cavabımız. Həzmi A kub millimetr olan insan spermasında spermatozoidlərin minimum sayı 60 milyondur. Deməli, səhv etmirəmsə 1 kub santimetr spermada minimum 20 milyon. 20 vurulsun 10 üstü 6 qədər sperma var. Əgər 60 milyondursa, deməli 3 kub santimetrdir. 3 kub santimetrdə 60 milyon. Deməli 60 milyon. 60 vurulsun 10 üstü 6. Deməli, biz bunu kub millimetrə çevirsək, yəni 1 kub santimetr bərabərdir 1000 kub millimetr, yəni 10 üstü 3 kub millimetr, yəni 3 kub santimetrə də yazarıq 3 vurulsun 10 üstü 3 kub millimetr. Və eritrositlərin maksimal sayı 1 kub millimetrdə 5 milyarddır, 5 milyondur daha doğrusu. 1 kub millimetr 5 vurulsun 10 üstü 6. 3 vurulsun 10 kub millimetrdə deməli x olacaq. 3'ü 5'e vuranda 15, 10 üstü 3'də 10 üstü 6'ya vururuq, edir 10 üstü 9. Yəni x bərabərdir 15 milyard. 15 milyard doğru cavabımız düşünürəm ki A variantı olacaq. 14-cü sualımız azıq antroplar pitekantroplardan fərqli olaraq daşdan müxtəlif əmək alətləri hazırlayırdılar. Düşünürəm ki, hər ikisi hazırlayırdılar. Dəri paltar geyinirdilər, bu doğrudur. Pitekantroplarda hələ ki paltar geyinmirdilər. Sürü halında hər ikisi yaşayıb, kənaltı çıxıntı heç birisində olmayıb. Ən qədim insanlara aiddir hər ikisi. B variantı düşünürəm 14-cü sualın doğru cavabı olacaq. 15-ci sualımız. Bəzi balaca quşlar öz yuvalarını qartal yuvalarının yanında qururlar. Qartal onları yemir, onlar qartal hesabına yırtıcılardan qorunur. Bu zaman qartal ilə həmin quşlar arasında münasibət formalaşır. Bu, həmin quşlar üçün faydalıdır, qartal üçün heç bir əhəmiyyətə malik deyil. Yəni, faydalı, neytral münasibət formasıdırsa, bu kommersializm olacaq. Gecitkən, adi gecitkən, xarici görünüşünə görə yandırıcı gecitkəni xatırlayırsa, bu, yəni müdafiə olunan canlı özünü müdafiə olunmayan canlıya bənzədir. Səhv etmirəmsə, bu ikinci növ maskalanma hesab olunacaq. C variantı doğru cavabımız. Davam edirik 17-ci sualımızla. İnsanda daxili sekresiya vəzlərinin sayı boyun nahiyəsində yerləşən, boyun nahiyəsində qalxanabənzər və qalxanabənzər ətraf vəzlərdir. 1 ədəd qalxanabənzər, 4 ədəd qalxanabənzər ətraf. Yəni 5 olacaq. Döş boşluğunda sadəcə timusdur, 1 olacaq. X plus Y cəmi də 5 üstə gəl 1 bərabərdir 6. İnsanın baş beyindən çıxan sinirlərdən 3 cütü hissi, 5 cütü hərəkidir. Ümumi 12 cütdür baş beyindən çıxan. Deməli 3 o da 5, 8, 4 cütü qarışıq olur. 4 cüt və bizdən mərkəzi sinir sistemindən çıxan sinirlərin təxminən neçə faizinin qarışıq sinir olduğunu hesablayın. 31 cütdə onurğa beyində hamısı qarışıqdır. Üstə gələk 31 cüt bərabərdir 35 cüt. Yəni 70. Ümumilikdə 43 cütdür 86. 70 bölünsün 86 vurulsun 100%. Deməli, bunu kalkulyatorla hesablayayım. Üzrlə hesab edin. Deməli,
70 bölü 86. Təqribən 81,4% edir. A variantı sualımızın doğru cavabı olacaq. Hansı xromosom mutasiyasıdır? Down sindromu genom mutasiyasıdır. Edwardsda, həmçinin Şeşevski-Ternerdə, Patauda, həmçinin Lergen sindromu xromosom mutasiyasına aiddir. 20-ci sualımız mitoxondri var, amma hüceyrə tənəffüsündə iştirak etmir. Göy yaşıl yosunda var, iştirak da edir. Xlamidomuna da yox, göy yaşıl yosun üzr istəyirəm, bu siyanobakteriyanın digər adıdır. Bunda yoxdur. Xlamidomuna da var, amma istifadə edir. Şampinyon göbələyində var, həmçinin istifadə edir. Yetkin öküz soliterində var, amma oksigensiz mühitdə yaşadığı üçün istifadə etmir. D variantı olacaq sualımızın doğru cavabı. Çay xərçəngində xitin dişçiklər. Çay xərçəngində xitin dişçiklər mədənin deməli, üyüdücü şöbəsində olur. Mədənin bilavasitə qida borusu ilə birləşmiş şöbəsi, yəni ağız, udlaq qida borusu, mədən, üyüdücü, sonra süzücü şöbəsi düşünsək, A variantı düşünürəm ola bilər. Qarıncıqda yerləşən hissə deyil, mədə baş döşdə yerləşir. Mədənin kiçik hissəsi süzücü şöbədir. Bilavasitə bağırsaqla birləşən yenə süzücü şöbədir. Yəni, cavab A variantı götürülə bilər. Posteminon inkişafında tənəffüs orqanlarının daha çox müxtəlifliyinə rast gəlinir. Bu qurbağa olacaq. Çünki əvvəl qəlsəmə, daha sonra isə ağciyər və dəri ilə tənəffüs edir. 3 cür tənəffüs orqanına malik olur. Qapalı suallarımız bitdi. Davam edirik. Açıq suallarımızda 23-cü sualdan. Normal həyat dövranında hansı helmintlərin yetkin fərdləri insan bədənində parazitlik edir? Yetkin fərdləri ümumiyyətlə parazitlik edən canlı əsas sahib sayılır. Echinokokun əsas sahibi insan deyil, ona görə bu olmaz. Öküz soliterin əsas sahibi insandır, bunu götürərik. Qaraciyər sorusunun əsas sahibi insandır, götürə bilərik. Ankilostoma əsas sahib insandır, aralıq sahibi yoxdur. Nereid parazit deyil. Toksoplazmada deməli, hansı helmint deyil, yəni parazit qrup sayılmır. Yəni, o cəhətdən 2, 3, 4 olacaq doğru cavabımız. Psilofitlər ilk dəfə quruya çıxan bitkilər hesab olunur. Bilavasitə mamır kimilərə başlanğıc verib, xeyr. Yəni, bitkilər, yəni, yosunlar başlanğıc verib mamırlara və psilofitlərə, psilofitlərdə qıcı kimilərə başlanğıc verib. Bir səhvdir. Ağızcıqlara malik olublar, bəli, yəni, ilk dəfə quruya çıxıblar, dəriciklərdə ağızcıq olub. Torpağa rizoidlər vasitəsilə bərkiyiblər, bəli. Mexaniki örtük və ötürücü toxumalara malik olublar, bəli. Sporlu bitkilərlə toxumlu bitkilər arasında keçid formasıdır, xeyr, elə hər ikisi, yəni yosunlar da, qıcı kimilər də sporlu bitkilərdir. İlk su bitkiləri olub, xeyr, bunlar quru bitkilərdir. 2, 3, 4, yenə də burada doğru cavabımız olacaq. Davam edirik 25-ci sualımızla. Cinsiyyət fəzisinin yetişmə mərhələsinə keçən ilkin cinsiyyət hüceyrələrinin sayı. Canlı burada toyuqdur, yəni dişi fərddir. Dişi fərd isə heterogametdir, XY cinsi xromosoma malikdir. Əgər 5 hüceyrə ilkin cinsiyyət hüceyrələri deməli, yetişmə mərhələsinə daxil olubsa, ümumilikdə 20 hüceyrə əmələ gəlir. 20 hüceyrənin 5-i qamət olacaq, 15-i yönədici cisim olur. Reduksiyon bölünmə, yəni meyoz bölünmədə əmələ gələn kiçik hüceyrələrdə autism xromosomların cəmi. Kiçik hüceyrələr, yəni yönədici cisimciklər nəzərdə tutur. Yönədici cisimciklər deməli 15 ədəddir və dərslikdə qeyd olunur ki, toyuqlarda ümumi xromosom dəsti səhv eləmirəmsə 2-yə bərabərdir, 78-dir. 78 isə burada yönədici cisimciklər haploiddir, yəni n bərabərdir 39. Bunlardan biri cinsidir və 38 isə autosom xromosomdur. 15 dənə hüceyrədirsə, deməli 15-i vurmalıyıq 38-ə. 15-i 38-ə vursaq, səhv eləmirəmsə, 38 da 19, 57 elib, 570 edəcək. Yəni, əgər hesablamada səhvlik eləməsəm, 38 vurulsun 15 bərabərdir 570. Hər ehtimal kalkulyatorla da vurum ki, səhvlik olmasın. 38 vurulsun 15. Bəli, doğru cavab 570-dir.
Tozluq borusu əmələ gəlmir. Tozluq borusu dişicikdə əmələ gəlir, bir də çapaq toxumlarda yumurtacıq üzərində əmələ gəlir. Söyüdün sarımtıl çiçəkləri isə erkəkcikdir, bunda əmələ gəlmir. Erkək çiçəkdir, yəni əmələ gəlməz. Söyüdün yaşıl çiçəklərində əmələ gəlir. Deməli, yəni əmələ gəlməz, elə biz bunu biri götürməliyik, əmələ gəlməyənlər istəyir. Günəbaxanın dilcik şəkilli çiçəkləri əmələ gəlməz, çünki yalançı çiçəklərdir. Üçü də götürərik. Eşək kanqalının boru şəkilli çiçəkləri bunda əmələ gələr. Deməli, yəni qarğıdalının süpürgə çiçək qrupu erkək çiçəkdir, əmələ gəlməz. Yəni 5-i də götürərik. Zəncirotunun dilcik şəkilli çiçəklərində əmələ gələr. Yəni bizim burada cavabımız tozlu borusu əmələ gəlməyənlər 1-dir, 3-dür, 5-dir. Davam edirik 27-ci sualımızda. Uyğunluğu müəyyən edirik. Deməli, həm dişi, həm erkək qamətlər, yalnız dişi qamətlər əmələ gəlməyənlər. Quş mamırının protoneması. Quş mamırının protonemasında qamətlər əmələ gəlmir. Yəni, bunlar yetkin fərdə başlanğıc verirlər. Üzərində arxegoni olan quş mamırında, arxegonid isə deməli, bu dişidir və yalnız dişi qamət əmələ gələr. Qatır quyruğunun yaşıl zoğu, qatır quyruğunun yaşıl zoğudursa qamət əmələ gəlmir. Yəni, qamət onlarda protolda əmələ gəlir. Üzərində anteridi olan quş mamırı, deməli, bunda yalnız erkəklər əmələ gəlir. Anteridi olan quş mamırıdırsa, yalnız erkəklər əmələ gələr. Erkək quş, yəni heç birinə yazmırıq, belə deyək. Erkək qıcının protolunda hər ikisi əmələ gəlir. Yəni, 1-ə Y, 2-yə B, 3-ə A və C aid ediləcək. Davam edirik situasiya suallarımızda. Deməli, situasiyamızda qeyd olunur ki, həkim müayinəsindən keçən insanda Klinefelter sindromu aşkarlandı. Klinefelterdə bir X cinsi xromosom çox olur. Yəni, cinsi xromosomlar X, X, Y şəklində olur. A orqanında qandakı zərərli maddələrin əksəriyyəti zərərsizləşdirilir. Deməli, A orqanı qaraciyərdir. Deməli, və qlükozanın artıq hissəsi qlikogenə çevrilərək ehtiyat halında saxlanılır. B orqanında damarlar üzrə arıcıllıq, arteriya, kapilyar arteriya varsa, deməli, bu da böyrəkdir. Qanun 28-ci sualda qeyd olunur ki, qanun formalı elementlərinin sayının normada olduğunu qəbul edərək B orqanına daxil olan qanın 100 ml-də X xromosomların minimal sayını hesablayın. Deməli, B orqanı, yəni böyrəyə daxil olan qandır. 100 ml bərabərdir 100 kub santimetr. Bu da bərabərdir 10⁵ kub millimetr. Və minimal sayı dediyinə görə, deməli, X xromosomlarının minimal sayı. X xromosomları leykositlərdə olur, çünki onlarda yalnız nüvə var. Və leykositlərdə minimal sayı 4000-dir. Yəni, 1 kub millimetrdə 4 vurulsun 10⁵3, 10⁵5 kub millimetrdə olacaq X. X bərabərdir 10⁵5 vurulsun 10⁵3, 10⁵8. 4 vurulsun 10⁵8. Deməli, minimal sayını hesablayın. 4 vurulsun 10⁵8 leykosit var və hər bir leykositdə 2 ədəd X cinsi xromosom olur. Ona görə bunu da 2-yə vurarıq. Eləyəcək 8 vurulsun 10⁵8. Əgər hesablamada yanlışlığa yol vermədimsə, düşünürəm ki, cavabımız 8 vurulsun 10⁵8 olacaq. Davam edirik 29-cu sualımızla. Deməli, B orqanı ilə eyni bədən boşluğunda yerləşən
endokrin sistemə aid olan vəzlərin adları. Deməli, B orqanı böyrəkdir, qarın boşluğunda yerləşir. Qarın boşluğunda yerləşən endokrin vəzlərin adı böyrək üstü vəzi, endokrin sistemə aid olan vəzlərin sayı. Deməli, endokrin, yəni daxili sekresiya vəzisi, böyrəküstü vəzidir. Hər birinin sayı, yəni 2 ədəd. Qanı B orqanına bilavasitə gətirən damarın adı. B orqanı böyrəkdir, damarın adı da böyrək arteriyası. 30-cu sualımız eritrositin B orqanına gedib çatması üçün A orqanından hansı damarla çıxdığını. Qaraciyərdən hansı damarla çıxır? Qaraciyər venası ilə. Yəni 1-ə qaraciyər venası aiddir. Və ürəyin kameralarından hansı ardıcılıqla keçdiyini müəyyən edin. Əgər qaraciyərdən ürəyə gedirsə, deməli birinci sağ qulaqcığa gedər. Daha doğrusu hədəf sağ qulaqcıq. Sonra sağ mədəcik. Sonra gedəcək ağciyərə, qayıdıb gələndə sol qulaqcıq. Sonra sol mədəcik. Sonra da aorta ilə çıxıb, gələcək qarın aortası və böyrək arteriyası ilə böyrəyə daxil olacaq. Yəni, sadəcə burada ürəyin kameralarının ardıcılığını 2-də istəyir. Ona görə düşünürəm ki, sağ qulaqcıq, sağ mədəcik, sol qulaqcıq və sol mədəcik. Bu sınavımızın izahından bu qədər. Ümid edirəm ki, izahımız hər biriniz üçün faydalı oldu. İnşallah növbəti videolarda sizinlə görüşmək ümidi ilə sağollaşıram. Hələlik.